Bugün Faberlik'ten aldığım məhsullarımı sizə tanıtacağım. Bu mənim ilk sifarişimdir. Baxaq görək nələr almışam. İlk öncə katalogumuz Faberlik'in. Burada xalça, divan, üstünü qəşəng təmizləyici vasitədir, ləkələri xalçadan, divandan təmizləyir. Onu istifadə edəcəm bu yaxınlarda. Sizə videosunu çəkəcəm, baxarsınız. Bu isə paltarlarda baxın ləkələr var. Bunları hamısını yox eləyən məhsuldur. Üstündə var. Rəngli, ağ, fərq etmir. Divanınızda. Bunu mən sınayacağım. Sizinlə bölüşəcəm effektin. Baxın, paltar yağın maşını. Görürsünüz qapağını. Götürsünüz. Beləncik bir şeydir. Qabı da qəşəng şirindir. Sonra nə bulmuşam? Bu köynəkdə ləkələri aparmaq üçündür. Ruçka izini. Görürsünüz. Çay ləkəsi. Ağ paltarlarda görürsünüz necə ləkə təmizləyir. Spreydir bu. Görürsünüz. Bunu da yoxlayıb sizə deyəcəm. Sonra nələr var? Bu vanik. Hamam üçündür vanik. Ağıracı kafel. Baxın. Bu hamamdakı küveti təmizləmək üçündür. Görürsünüz. Ağappaq eləyir. Bunu da sınayacağım. Sizlə bölüşəcəm. Sonra nələrimiz var? Bu mənim sevimli paltar yonumu atacağım. Baxın. Yerin nə şirindir. Bu ətirdir. Paltarlar üçün ətir. Qapağına atırsınız. Belə çox qəşəng iyi verir. Burada özüm üçün beləncik bir koltuq altı sprey almışam. Süper iyi var bunun. Duş gelini istifadə edirəm. Dəhşət bir şeydir. Bu isə yoldaşım üçün almışam. Koltuq altı üçündür. Bu mənim duşum. Duş. Murmurun duşu. Bu isə qələmdir.